Öncəliklə hamıya salam, sabahınız xeyir olsun. Onu demək istəyirəm ki, bir dənə komment haqqında fikir bildirəcəyəm. Video paylaşmışam, videoda deyirəm ki, mən vazgeçmədim, siz də vazgeçməyin. Bir də yazıb ki, yaş və yaşadıqlarımızın fərqi. Məni niyə qısqanmazsan? O haqda bir video. Çünki mən uşaqlıqdan evim indi bu dəqiqə, yəni şəraitlidir, demirəm, əladır, onu da lağa qoyacaqsınız, şəraitlidir. Amma mən uşaqlıqda müzisdə yatıb böyüyən uşaq olmuşam, yer gəlib yerdə yatmışam, yer gəlib qonşunun paltarlarını geyinmişəm, onun bunun paltarlarından böyüyən qız olmuşam. Yəni çox çətinlik çəkmişəm, travmalı bir həyatım olub. İndi bu dəqiqə 2-3 dərdanlıda gülürəm, danışıram, səmimi oluram deyə mənə düşük deyirsiniz. Linçlənirəm zaten, onu bilirəm, amma heç bir sözə cavab vermirəm. Çünki mənə önəmli deyil, mən içimi, mən bilirəm, məni sevənlər bilir, bir də Allah bilir. Sizin mənə pis rəy yazmayınız mənə yəni toxunmur. Zaten bunu demək istəyirəm ki, məni qısqanmayın. Siz evinizdə oturmusunuz, TikToka baxırsınız, mən isə işləyirəm. Gündə bir dənə reklamdayım, elə bilirsiniz asandır, xeyr. Quran haqqı məsuliyyət var üstümdə. Mənə deyirlər, bu qədər müştəri mənə verməlisən. Mən də deyirəm, baş üstə. O qədər əziyyət çəkirəm, o qədər çətin günlərim olub. Hələ reklamla bağlı əziyyətlər insan daha çox çəkir. Nə bilim, polisə verəni, şikayət edəni, hər cürə narazı olanlar var. Ona görə xahiş edirəm. Məni qısqanmayın, kimi qısqansız qısqanmayın. Mən o qədər əziyyət çəkmişəm bu həyatda. Hələ burada danışmaq istəmirəm. Bəzi TikTokerlər kimi ki, belə böyümüşəm, elə böyümüşəm, elə bilərsiniz, yalvarıram, yox. Amma çox əziyyətli həyatım olub. Yəni mənim atam da əziyyət çəkir. Mənim bu gün yəni həyatda ən böyük arzum o olardı ki, oturub atamla dərdləşə biləydim. Başqa heç bir şey, dərdləşə biləydim bir dənə. Yəni səmimi şəkildə deyirəm, hər şey fəda eləyərdim. Bir dənə atam başıma sığal çəkəydi. Sağ olanda da eləyə bilməyib. Niyə? Xəstə idi, canı ağrıyırdı, mənə vaxt ayıra bilmirdi. Biraz axır-axırda düzəldi, onda da rəhmətə getdi. Axır-axırda da rəhmətə getdi, video dayandı, üzürlüsən. Yəni onu demək istəyirəm ki, xahiş edirəm, məni qısqananlar, məni qınayanlar, mənə pis baxanlar, həqiqətən deyirəm, pis biri deyiləm, yaxından tanışız, çox səmimi insanam. Sadəcə belə bir açıqlama videosu çəkmək istədim ki, mənim hər şeyim var, düzdür, amma heç nəyim yoxdur. Yəni bunu da çox adam başa düşməyəcək.